Yeni bir Temu videosundan herkese salamlar. Gördüğünüz kimi iki böyük, bir ədəd kiçik bağlamamız var. Görə bunların içində nələr çıxacaq. Bu arada kargonu açarkən sizə keçən dəfəki Ariel və Finish söhbətindən danışıram. Çünki o dəhşət çox rəy gəldi. Hətta bəzi rəylərdə yalançısız cəmaatı aldadış falan yazıldı. Böyle baxdım ki, niyə aldadım? Yəni mənim nəyimə lazımdır? Buraya skrinləri yerləşdirirəm. Mən Temudan aldığım Ariel və Finish'i. Yəni həqiqətən də Temuda Ariel və Finish satırlar. Sadəcə Azərbaycana çatdırılması yoxdur və sorry, amma bunun günahı məndə deyil. Açan kimi ilk əlimə belə bir Stanley bənzəri termos çıxır. Əslində Elvin su içmək üçün şüşə və ya dəmir bir qab istəmişdi. Mən də belə bir şey aldım. Sonra aldığımın şəklini ona göstərdim. O da dedi ki, bu nədir? Bunu bizim ofisdə qızlar götürür falan. Bir dənə belə qapağı var. Bir dənə belə içmək üçün dəmir tupik və onu yumaq üçün uzun fırça. İki dənə qapağı var. Belə bir məhsuldur. Bu üzərindəki kağızdır. Bunu çıxarda bilərsiniz. 2 dənə deməli əlavə qapaq gəlib. Niyə ki qapağı var bilmirəm. Onu sağ olsunlar. İçinə nə qədər əlavə şey çıxdı. İçini yumaq üçün fırçalardır bu. Bu içmək üçün olan dəmir tupikə taxmaq üçün rezin. Belə biraz maili rezin. Daha rahatca istəyəm. Sonra o tupikin başına qoymaq üçün, indi başa düşdüm, Elvin deyir ki, niyə bunu ancaq qızlar içir bizim ofisdə. Belə çiyələkli, belə qapaq. Sadəcə bunun başına qoyursunuz ki, toz falan da olmasın. Belə bir rezin. Bu nə üçündür? Belə qəşəng içi metal bir, amma özü biraz ağırdır. Sənin qızlar işlətməyə? Bayaq da onu dedim. Dedim, Elvin deyir ki, ofisdə qızlar sənin işlədir. Belə çiyələk formasında ağızlığı var. Qoyursan belə bundan içirsən, necədir? Daha sonra bir dənə cins şal var. Material qəşəngdir, amma nazikdir. Biraz yağ şalvarını. Özü də yağ şalvarına oxşur. Heç nə yoxdur. Adi, sadə, dümdüz cins şalvar. Şalvar özü çox qəşəngdir. Materialı, keyfiyyəti, rəngi, ruh, hər şey o qədər gözəldir. Və o qədər rahat şalvardır ki, amma bir dənə bir problem var. Mənə çox-çox böyükdür. Yəni bel hissəsi böyükdür əslində. Buraları falan çox normaldır. Belə geniş, düz düşür şalvar. Çox bəyəndim həqiqətən də. Sadəcə bel hissəsi mənə çox genişdir. Belə olsa çox daha yaxşı olardı. Üstünə baxıram XL yazılıb. Mən necə XL vura bilərəm ki, əmin deyiləm. Bu arada sabitlədiyim rəylərdə bütün məhsulların linklərini və ölçüsünü qeyd edirəm. Boyum 1.57, çəkim 55-56 arasında gedir gəlir. Ona uyğun baxa bilərsiniz. Bu da paltara oxşur, amma qəribə materialdadır. Bu nədir? Paltardır bu. Nə qəribə materialı var. O paltar deyil. Bu nədir? Bu bilirsiniz nədir? Puf. Üstündə oturmaq üçün puf. Bəs bu hava ilə də onda. Hava ilə də olur yəqin. Mən elə bildim bu ya belə sıxışdırılmış olur, yəni paketi açan kimi belə açılır. Ondan olacaq, yəni içi tüklü falan. Bu adi parçadır, yəni içi bomboş. Pufun üzüdür. Bir dənə də cins şal var. Bu qış üçün yaxşıdır sanki, biraz daha qalındır və rəngi də yaxşıdır. Arxası falan çox qəşəng görünür. Görə əynində necə qalacaq? Şalvara deyilə biləcəyi tək bir söz var. Mükəmməl. Çox qəşəng şalvardır, yumuşaqdır. Çox adamın canına yatır. Cins geyinmişəm, amma sanki cins yox, belə çox yumuşaq materialda bir şalvar geyinmişəm kimi hiss edirəm. O qədər rahat şalvardır, çox bəyəndim. Məncə mütləq siz də sifariş eləməlisiniz. Və bir dənə papaq. Uydu. Necə qəşəngdir, yundu. Bu əməlli isti saxlayır adam. Türk seriallarında çörəyə həsrət Sezərciyə oxşuyuram. Rəngi, ruhu çox qəşəngdir. Sadəcə mən keçən dəfə də demişdim, mən papaqları necə xoşlayıram. Baxın, belədir, bu otursun, yup-yumru başıma otursun. Buradan belə əlavə bir şey çıxmasın. Bu xoşuma gəlmir. Bu cür paketləri açmağı çox xoşlayıram. Sürprizə oxşuyur. Gəlsin yeni il, gəlsin. 2 dənə, ayda nə qəşəngdir. Taxta, yeni il, bu maral. Bu da ki yolka formasında, bunun içində ləpə, peçenya, konfet, nə istəsəz qoyub belə stolu bəzəyə bilərsiniz. Bir dənə abadok. Nə qəşəng çıxartdım. Aslında belə dəmir bir şey var, görünür. Belə sadə şəkildə daha qəşəng görünürdü və solğun görünür parçası. Belə. Yəni bilmirəm, bu şəkildə daha yaxşı idi. Çox da bəyənmədim. Çox gözlədiyim papaq və inanırsınız ki, bu papağın 3 rəngi çıxacaq bu karqonun içindən. Belə bir papaq sanki başıma biraz böyük olacaqmış kimi görünür. Əmin deyiləm. Böyük. Allah, mənim başımın ölçüsünə bir dənə normal papaq yoxdur. Bu qışda sizi isti saxlamayacaq, birinci onu deyim. Çox mükəmməl deyil, amma pis də deyil.
Bilmirəm, bunda qərarsızam. Mənə kömək eləyin, rəylərə yazın görək bunu alınmı, yoxsa almayım mı? Yenə kofta kimi bir şey var, zamoklu. Rəngi çox qəşəngdir, materialı da yumuşaqdır, nazikdir amma. Koftanın material və keyfiyyət olaraq çox yaxşı olmağına baxmayaraq, təəssüf ki, boşdur. Yəni bu tərz koftalar biraz kip oturanda, baxın, belə şux oturanda yaxşı olur. Amma bu arxadan falan görürsünüz, biraz boşluğu var. Ona görə də çox daha canıma yatmadı. Bayaqki Abadakon başqa rəngi. Bunun parçası daha yaxşı görünür. Rəngi də. Yenə də bəyənmədim. Yəni nə bilim, belə mənasız bir şeydir. Bu niyə almışam vəbşi? Bayaqki papağın qara rəngi. Göbələ oxşuyuram, yoxsa mənə elə gəlir? Yox, bu papaq məncə böyükdür. Yəni arxa hissəsi də baxın bu cür görünür. Məncə mənə böyükdür. Ən sevdiyim sürpriz qutu açmaq. Əməlli paketləyiblər. Bu özü qırılmayıb, sadəcə bu ağ hissəsi biraz parçalanıb. Belə bir qapaq çıxdı ilk öncə və 2 dənə qapaq. Və bizim bir dənə çox... Sınıb ki bu. Əli sınıb. Neysə, keyfimizi pozmuruq, olan işdir. Eybi yox. Şaxtabamız büzüşüb. Belə çox şirin şaxtabamız var bir dənə. Qəşəng, toppuşu. Və bunun bu əllərinə, baxın bu qabı qoyuruq belə. Bunu bu əlinə. Güya ki, bunu da bu əlinə qoyacaqdıq. Amma təəssüf ki, şaxtabamızın bu əli xəsarət alıb yolda. Əslində bu da belə olmalı idi ki, bunu da bu əlin üstünə qoyaq. Və belə. Və bunun üstünə çərəzdir, konfetdir, ya nə bilim, ürəyiniz nə istəyirsə də qoyursunuz. Şirniyyat ya da salat. Qeyri-adi bir şey. Aş. Neysə, qoyursunuz stola. Belə çox şirin görünür. Və ya istəyirsiniz qapının ağzına qoyun. Bunun üstünə açarınızı qoyun. Gələndə naushnikinizi qoyun belə. Çox şirin idi. Heyif ki, qırıq gəlib. Bunu kleyləyə bilərəm ya yox, əmin deyiləm. Böyük ehtimal kleyləyə bilərəm. Nədir? Elə içi qarlı, çox şirin bir işıq var. Bunu da yoxlayarıq. Bateriya taxdım. Orada da bunun yeri, Belə. Görün nə qəşəngdir. İçində belə toz var və hərəsinin içində fərqli fiqurlar var. Buna baxın bir də. Belə. Biz biraz qranata baxaq. Təbii ki, bunlar açıq olanda daha yaxşı görünər. İndi mən bunları açmamışam. Çox qəşəngdir. Nə gözəl görünür içindəkilər. Dümdüz, sadə, heç nəyi olmayan qapqara don. Mən belə bir şey almışam. Niyə almışam bunu? Düşünürəm ki, nəsə deməyimə ehtiyac yoxdur. Çünki hər şey ortadadır. Bu bir siz nəyə oxşuyur? Gürcü rəqs edirlər, belə rəqs məktəblərində falan. Çox arıq, qəşəng müəllimlər olur, gözəl, uzun incə. Onlar geyinirlər belə-belə. Tam da o rəqsin paltardır. Parçası normal, orta keyfiyyətlidir. Nə çox qəşəng, nə çox ucuzdur. Mən bəyənmədim təəssüf ki. Kley. Jurnalın üstü, həmişə paltarları göstərəndə orada bir jurnalını görürsünüz. Onun üstünün şüşəsi. Bilmirəm, qopub, yoxsa şüşəsi ayrı olur. Nəsə şüşəsi bundan aralıdır. Biz də onu kleyləmək üçün belə bir Temudan kley aldım. Yazıldığına görə direllə və mismarla ediləndən belə daha möhkəm olur. Yaxşı iddiadır. Papağın digər rəngi. Görməmiş kimi 3 rəngimi birdən almışam. Yox, nəsə o deyil. Bu papaq heç şəkildə məncə qəşəngdir. Sadəcə mənə yaraşmadı. Mən belə düşünürəm. Sizcə mənim baş quruluşuma hansı papaq yaxşı yaraşar? Çünki görünüşə görə mən özüm qərar verə bilmirəm. Bir dənə belə skoç evdə lazım olur. Kabro. 3 dənə balaca şirin it və bir dənə belə made for you. Tombik pendirli beyzbol toplu və toplu köhnə keyzim. Bunu da Temundan almışdım. Belə qoyunlu, meşəli, buludlu, xoşuma gəlirdi. Görək bu necə qalacaq. Mən həmişə telefonuma təzə keyz alanda belə olur. Telefonuma təzə keyz alıram. Eyni vaxtda ekran fotosunu da dəyişirəm, bu üz qabığını. Sonra sanki təzə telefon alıbmışam kimi hiss edirəm. Burada telefonum kabrosuz çox qəşəngdir. Amma mən kabrosuz işlətməyi başa düşmürəm, risk eləmirəm. Təəssüf ki, evimdə telefon kabrosuz işlədəndə mən çox şok oluram ki, necə kabrosuz işlətsən? Amma kabrosuz çox qəşəngdir. Bir də buna baxın. Artıq bu kabro gözümdən düşdü. Bir kiçik şeylərlə xoşbəxt olmaq lazımdır həyatda. Başa düşürsünüz? Bir yeni il məhsulu daha. Keçən dəfə də buna bənzər bir şey almışdıq. Bu dəfə daha çoxdur içində. İndi burada tək-tək hamısını göstərməyim. Şəklini qoyacağam, onsuz da hamısını görəcəksiniz. Bu maraldır, bunu görürəm. Çox qəşəng. Əlcək, mini əlcək və ayaqqabı. Bu dəfə də bunun nə olduğunu başa düşmədim. Quşdur bu. Quşa oxşuyur. Amma yeni illə quşun nə dəxli var? Broşka. Bu broşkaları çox sevirəm mən işlətməyi.
Çox uzun müddətdir ki, saçı bu cür olmaq dəbdədir. Mən də qətiyyən dəbdən geri qalmadığım üçün. Yenə belə qırmızı və doğrudan da yaxşı materialda. Mən saçımı adətən belə eləyirəm. Belə 2 dənə də çolkamı qoyuram yanıma. Oo, necə bərkdir. Belə. Bir dənə də belə göy üstü xallısı var. Olduqca şirindir hər ikisi. Bir dənə də abadok. Bu biraz başqa cürdür. Belədir, sadə şəffaf abadokdur və üstünə sadəcə bir parça qırıntısı yapışdırıblar. Baxın, bunu düşünün saçınızdadır. Saçınızı baxın belə yığırsınız, belə. Belə, buradan da 2 dənə bir şey çıxardırsınız. Birini də qulağınızın üstünə belə çıxardırsınız. Belə. Məncə çox qəşəngdir. Bunu bəyəndim. Bir dənə belə bir məhsul sifariş eləmişəm. Beşilka. Bizim dildə beşilka nədir? Çox əməlli başlı möhkəm materialda. Çantanı asmaq üçün bir əşyadır. Sep. Amma çəhrayı rəngdə. O, ilk dəfədir belə rəng görürəm. Bu əvvəl iPhone-un rose gold var idi rəngi. Ona oxşuyur. Bildiyiniz o əvvəlki iPhone rəngində, rose gold rəngində. Sepdən danışıram, amma klondan danışmıram. Klon olsa da çəhrayıdır. Belə sadə bir sep. Belə. Rəylərə yazarsınız da zəhmət olmasa bu işığı bəyəndinizmi, bəyənmədinizmi, yoxsa daha güclü bir işığa keçməliyəmmi? İşıqlandırma sistemi haqqında biraz düşünməliyəm. Stol əskisi deyil. Mikrofiber havlu. İdeal boyda. Stol əskisini hər gün dəyişdiyimiz, hər gün yuyulduğu üçün bəzən çatdırmaq olmur. Əlimə atıram ki, ya ütülənməli paltarların içindədir, ya kirli paltarların içindədir, ya da qurumağa qoymuşuq. Ona görə də bu 10 dənə falan olmalı səfərəmsə, belə fərqli rənglərdə. Qələm çəkdi bu. Nə şirindir. Kutu da gəlib. Adı çox qəşəng, özünün çox şirin belə bir kutusu var. Ən sevdiyim şey qız neşəsi. Baxın 6 dənə qəşəng fərqli rəngdə. Bəyəndim, 5 ulduz yazıram bu qələm setinə. Bu çantadır deyəsən. Hələ tam istədiyim ideal böyüklükdə bir çanta. Ürəyim istəyən kimi tapmamışam. Hələ axtarışındayam. Nə qəşəngsən sən. Burasının rəngi xoşuma gəlmədi. Belə qaralmış sarı görünür. İçindən bir dənə də çanta çıxmadı. Çünki bitişikdir bunlar bir-birinə. Sadəcə belədir, bitişikdir. Kəmər. Bunu axtardım ki, görüm kəməri var. Bir dənə belə nazik, öz rəngdə qəşəng kəməri var. Rəng bəyəndim, qəşəng çantadır. Rəngi, ruhu, keyfiyyəti. Temudan onsuz da rəylərdə yazdılar, görürsünüz. Bax, başqa Temudan çantalanlar zəhmət olmasa rəylərə yazsın. Yenə Temunun çantaları çox qəşəng olur. Mən çox bəyənirəm keyfiyyət baxımından. Dediyim kimi, bunun rəngi bu hissəsinin bilmirəm, üstündə klonka varmı deyə belədir. Gəlin klonkanı çıxardaq, baxaq. Yox, klonkasız da belə. Rəngi nəsə elə bir ölüvay oldu. Rəngi belə qaralı, belə bir köhnəlikmiş kimidir. Bir dənə o hissəsini bəyənmədim. Ümumiyyətlə isə qəşəng çantada alt hissədə də belə dəmirlər var. Mən yeni ilə aid əşyalar davam edir. Bu arada full yeni ilə eləmədim ki, birdən sıxıcı olar sizin üçün. Ona görə belə araya sərpişdirirəm. Nə deyirlər ona? Belə mini-mini sandviçlər edirlər, üstünə batırırlar. Zeytun, çeri, pomidor, pendir belə düzəldirlər çubuqlardan. Ondan eləyə bilərsiniz bunun içində. Baxın, ağ, qırmızı və yaşlı rəngdə. Bu hissəsi doğrudan yaxşıdır, keyfiyyətli. Yəni hər an belə qopub düşəcək bir şey deyil. 2 dənə çox şirin belə bir broşka. İkisi də eynidir. Üstü parça, başıdakı muncuqlu çiçəkli. Belə broşkalar yanında göstərim sizə yaxından. Çox qəşəngdir. Bu nədir belə? Mən dırnaqlarımı həmişə Shine-dan sifariş edirəm. İndi bu dəfə taxmamışam. Sadə lak vurmuşam. O da biraz pozulub. Amma nəysə, dırnaqlarımı həmişə Shine-dan sifariş edirəm və çox qəşəng gəlir. Bir-iki dəfə də sizə göstərmişəm. Bir yerə də taxmışıq. Rəylərdə yazıldı ki, Temudan da dırnaq sifariş edeyim. Mən də bir dənəsini sifariş elədim. Düzdür, mən də biraz qəribəsini sifariş eləmişəm. Pisini sifariş eləmişəm bəlkə də. Amma maraqlı gəldi. Dedim, eləyim. Bir dənə indi göstərəcəm sizə bunu. Buna baxın bir dənə. Bu nə rənglərdir? Bu nə keyfiyyətsiz Oyda. Bunun uzunluğuna baxın bir dənə. Okey, şəkil pisdir. Ona bir şey deyəmmərəm. Mən pis şəkil seçmişəm. Bu mənim günahımdır. Amma yəni yox da heç qəşəng deyil. Bir dənə də yeni il məhsulu. Bu da nə qəşəng bir şeydir bu. Yenə batereya ilə işləyən belə. Ayda nə qəşəngdir. Buraları metal, şam var, şaxtababa var, yolka var. Bunlar çox qəşəngdir. Bunu o birindən daha çox bəyəndim deyəsən. Qızlar, bateriya taxdım. Sadə 2 dənə bateriya gedir buna. Çox qəşəngdir. İndi bir dənə işığı söndür. Söndürə bilərsiniz, zəhmət olmasa işıq. Hər bir fiqur. Çox qəşəng görünür. Baxın. İndi bunlar çox bitişikdir yan-bayan. Elə ki, bunların hərəsini ayrı-ayrı göründə mən bir də açmıram bunu. Yeni ildə açarıq. Daha sonra bir dənə göz muncuqlu sep. Göz muncuğu nə qədər çox sevdiyimi görürsünüz. Qaralan bir şey oxşuyur, amma bəyəndim. Göz muncuğu, rəngli-rəngli. Belə.
qara rəngdədir. Ortası göy olsa daha çox bəyənərdim məncə. Qara olduğu üçün bəyənmədim. Bunu bəyəndim amma. Belə göz simvolu. Uşaq vaxtı belə şey görəndə deyirdi, Illuminati'dir. Hətta YouTube'da videolar falan var idi belə. Bu şarkıyı tərsinə qulaq asanda, güya Can Bonomo'nun hansısa mahnısına arxadan qabağa doğru qulaq asanda deyir şeytan deyir, nə deyir, belə dəxsiz şeylər idi. Uşaq vaxtı baxırdıq, yadıma düşür. Bilirsiniz mən nə etmişəm? Keçən videoda şirkin qolbağı seti var idi. Onun eynisini sifariş etmişəm. Necə olub, hansı ağılla olub? Keçən videodakının eynisidir. Yəqin başqa mağazalardan səbətə 2-dən atmışam, fikir verməmişəm. İkisini də sifariş etmişəm. Çox pis. Bu qınanılası hərəkətdir. Mənim kimi eləməyin. Biraz ehtiyatlı baxın. Və yeni il gəlir. Bunlar dırnaq stikerlərdir və inanırsınız ki, bunlar qaranlıqda parıldayır. Bilmirəm, inanırsınız ya yox. Mən də əmin deyiləm, çünki yoxlamamışam. Gəl yoxlayaq da elə indi. Bunu burada işığıma tuturam. İşığı tutan kimi necə üzüm qaraldı. Bir dənə buna baxın indi. Görürsünüz necə parıldayır. Buranın işığı daha çox tutmuşam deyə bunlar daha çox parıldayır. Amma bunlar da parıldayır. Yəni siz bunu dırnağınıza vursaz, yeni il günü dırnaqlarınız belə par-par parıldayacaq. Çox maraqlı məhsuldur. Mən çox diqqətimi çəkdim. Nə olduğunu bilmədiyim bu bağlamanın son məhsulunu açırıq. Bu böyük paket bitdi. Haycan. Hə, keç. Belə bir şeydir. Üzərində Book Air yazılıb. Bu bilmirəm nədir. Kompüter üçün nəsə almışam, görəsən. Bir qutuda, indi yadıma düşdü nə aldığımı. Bu güzgüdür. Amma necə bir güzgü? MacBook şəklində bir güzgü. Bunun MacBook-la heç bir əlaqəsi yoxdur məncə. Birincisi üstündə logosu yoxdur. İkincisi MacBook daha nazik olur. Bu biraz qalındır. Oxşadıblar ən azından. Logosu var artıq. Belə alma formasında, sadəcə üstü cızılmasın deyə yəqin ki, göy bağlayıblar. Açanda ağ olacaq bu. Logosunu özünüz yapışdırırsınız və çox dandikdir. Birinci elə bildim, bu nədir belə? Bu sındı ki elə əlimdə. Buna baxın, bunun kreyi nə pisdir. Heç olmasa klaviatura yumuşaq olardı, əlimizdə oynadardıq da. Ümumiyyətlə, bu nə üçün lazımdır? Bu kimin ehtiyacı var buna? Heç bir fikrim yoxdur. Bunu ümumiyyətlə kim kəşf edib? Mənə çox maraqlı. Keçirik ortancıl bağlamamıza. Birinci, yenə bir sürpriz qutu gözləyir bizi. Açaq görək. Bu işıqlardır. Burada belə toku var. Bu işıqla işləyir, bateriya deyil. Ayrıca özünün pultu var. Qəşəng. Və bu necə gəlir? Proses necədir? Onu deyim sizə. Baxın, bunu yolkanın başına qoyursunuz, bu yumru hissəsini. Və bu yolkanın üstünə doğru belə qəşəng tökülür. Yəni, ehtiyac yoxdur ki, siz o yolkaya dolayasınız, onu oradan keçirsiniz, bunu buradan keçirsiniz falan. Heç nə ehtiyac yoxdur. Sadəcə bunu qoyursunuz yolkanın başına. Görürsünüz, bunun hər tərəfindən belə çıxır. O, yolkanın üstünə belə özü tökülür. Yenə bir sürpriz qutu. Belə də saat. Bu saat nə balacadır. Qəşəngdir amma. Temunun saatlarını çox tərifləyirlər. Neçə videodur ki, artıq mən də saatlarını alıram yoxlamaq üçün. Doğrudan da tərifə layiqdilər, qəşəngdilər. Bir şey çatmadı mənə. Keçən dəfə də belə olmuşdu. Baxın, burası qızılıdırsa, bura da qızılı olmalı deyil. Yəni, bura qızılıdırsa, bura gümüşü, elə biləm fake bir şeydir. Yəni, onsuz da marka bir şey deyil. Yəni, Temudan almışam. Amma, məsələ biləm, qəribə bir gəlir mənə. Uzaqdan da belə görünür. Belə. Məncə qəşəng, adi, normal, şirin bir saat. Bunlar Temuda çox uyğun qiymətə idi. Qızlar, mən özüm gördüm, çox təəccübləndim. Yuskdakı kimi falan böyük hündür deyil. Amma yəni boyuna görə yaxşıdır. Bu necə skoşlayıblar? Ay Allah buradan. Ay da çox qəşəngdir. Bunların bu qədər keyfiyyətli olacağını gözləmirdim. Bir dənə buna baxın. Belə babuşka. Şirin tükləri var. Belə balaca ayı var. Papağı, arxasında xurcunu. Məncə olduqca qəşəngdir və keyfiyyətli bir şeydir. Mən bunu bəyəndim. Yeni üçün qəşəng dekordur. Bir dənə də sürpriz qutu. Bu bilirsiniz nədir? Instagramda son vaxtlar ən çox gördüyüm butiklərdəki çanta. Baxın, belə bir çantadır, pətək formasında. Burada arı var. Arı və onun pətəyi. İçində də öz zinciri var. İçi güzgüymüş. İçində də jelatin var. Çıxardandan sonra jelatindir. Çıxardandan sonra daha yaxşı güzgü olacaq. İndi sadəcə üzərində jelatin var. Bunun özünün də üstündə gördüyünüz kimi jelatin var. Bunu soymaq lazımdır. Yəni üstü cızıq deyil. Soyanda qəşəng olacaq. Zinciri taxırsınız, olur sizin üçün şirin, balaca çanta. Belə. Buradan da özünüzü görürsünüz. Salam deyin özünüzə. Bir dənə də şaxlaba var. Bu biraz qırmızı rəngdir. O birinin bozuydu. Bunun çıngırağı da var. Çıngıraq ilanda olmurdu. Neysə, belə səs verən də var. Bunun da ovucunda odunlar var. Odun neyini sana şaxta baba?
Çox qəşəng düzəldiblər. Bu qədər keyfiyyətli gözləmirdim. İlk öncə onu deyim ki, zərləri tökülür. Hardan biləm? Çünki paketin üstü diri zərdir. Oradan görünür, bilmirəm, görünmür işıqdan. Paketin üstü diri zərdir. Dəhşətli dərəcədə zərləri tökülür. Amma ümumilikdə çox qəşəng şariklərdir. Bunun bu qədər bol olduğunu bilmirdim. Belə qəşəng şariklər, yeni il dekorları. Nədir bunu bu qədər büküblər? Bu da çantadır. Baxın, belə bir şey. Bunun sadəcə üst hissəsi qaşlı. Keçən dəfə almışdıq belə bu formada çanta. Onun ürək forması, sadəcə bunun arxası parça kimi bir şeydir. Maqnitləndir bu arada. Yəni 2 dənə zinciri var. Biri balaca, belə böyük bir zincir. Belə taxırsınız qəşəngcə. Şu olur sizin ürəkli çantanız. Keçirik digər böyük bağlamaya. Bu üzərində xüsusi olaraq qırıla bilən əşya işarəsi qoyublar. Əslində o biri bağlamaya da qoymalıydılar, amma neysə. Özlərinin günahıdır, özləri ödəyəcəklər. İlk əlimə keçənlə başlayaq. Bu, biz evə yolka almamışıq. Keçən il də almamışıq. Bu, eyni evdə yaşadığımız 2-ci yeni ildir. Keçən il də almamışdıq, şar formasında almışdıq. Bu il də şar formasında alırıq. Çünki yolkanı, nə bilim, ağac, qur, üstün bəzə, düzəldir. Onun çox uzun proses kimi gəlir açıq mənə. Ona görə baxın belə üstündə də gördüyünüz kimi yolka formasında şar almışıq. Belə özünün sarı bir şeyi var. Baxın bunun yeri var, görürsünüz. Buradan içindən də tubik kimi bir şey çıxır. Bunun sarısı bunun içinə üfürürsünüz və çox asan şəkildə dolur. Üstü də ulduz formasında. Düşünməyin ki, ayda bunu nəfəsimlə necə dolduraram. Çox asandır. Və bunu doldurursunuz, yumru olur. Bunların da hər birini doldurub üzərinə keçirirsiniz. Dondu. Rəng. Ay, material çox pis imiş. Ay. Mən bunu qəşəng materialda qəribə bir qoxu gəlir sanki. Donu əynimə geyinən kimi dedim ki, Elvin, təcili mənə bir dənə millət var. Toyda çox qəşəng rəqs edirlər, sonra toydan falan qız qaçırdılar. O millətin adı nə idi, onu mənə de. O dedi ki, Dağıstanlılar deyirsən. Dedim, tam da o. Bu tam da bir Dağıstanlı toy paltarına oxşuyur. Elvin o bir otaqdan qışqırdı ki, çeçenlər. Okey, olsun çeçenlər. Paltar özü keyfiyyət baxımından açanda da dedim, keyfiyyəti yaxşı deyil. Adamı belə qıdıqlayan materialda keyfiyyəti var, astarsızdır. Yəni parçası keyfiyyəti parça deyil. Ümumilikdə isə dediyim kimi pis deyil, amma bunu toya geyinərəmmi? O biraz şübhəli. Bir dənə belə bir set gəlir əlimə. Bu bildim nə setdir. Bundan deyəsən 2 cür almışam. Mən bunu niyə S almışam ki? Bu mən S-əm. Bu şalvar niyə S? Bildim niyə S almışam. Çünki kofta böyük olur M alanda da. Keyfiyyət olaraq material çox qəşəngdir. İlk öncə onu deyim. Xoşuma gəlmədi. Koftanı birazdan çölə çıxarıb göstərərəm sizə. Belə uzundur kofta. Arxa hissəsi bura qədər düşür gördüyünüz kimi. Əslində açığı çox keyfiyyətlidir. Həm materialı, həm yumşaqlığı dəhşətli dərəcədə keyfiyyətlidir. İstəsəz boğazını bağlaya da bilərsiniz. Mən açıq qoymuşam. Amma ki mənə yaraşmadı. Bilmirəm niyə. Nəsə yaraşdırmadım özümə. Koftanı da üstə çıxardanda bu cür olur. Çox şirin bir kukla gəlir əlimə. Çox qəşəng kukladır, çox şirindir. Bu neçə idi? 20 manat falan deyəsən bu kukla. Səhv eləmirəmsə, əmin deyiləm. Əlimi vuran kimi nə qəşəngdir materialı. Bunun materialı ondan da qəşəngdir deyəsən. Oyda bunun yaxası mənə çox böyük qalacaq. Hiss edirəm ki, çox genişdir. Elvin də dənizçi geyiminə oxşuyur. Amma məncə çox qəşəngdir. Əslində Elvin də çox bəyəndi. Mən qışda geyinməyi düşünürdüm. Christmas marketdə gedəndə orada qəşəng şəkillər çəkdirməyi falan. Amma dedi ki, onun üçün çox nazikdir. Şalvarın aslında altından kalqut geyinmək olar, bunun altından mayka geyinmək olar. Yəni o soyuğu bir tər həll eləmək olar. Həll eləyə bilməyəcəyimiz sadəcə bir şey var. O da bu. Buna baxın. Görün nə qədər böyükdür bu hissəsi. Ona görə də çox bəyəndiyim halda təəssüf ki, bu da geri qayıdır. Çanta görürəm. Bu bilirsiniz hansı çantaya oxşuyur? Polen çanta var ya, eşitmişsə o adın. O markanın çantasıdır. Üstünü göy eləyiblər. Açanda baxın belə qızılı rəngi olur. İçi də olduqca genişdir. Bir dənə əlavə cibi var. Çox balaca cibdir amma zamoklu cibi yoxdur. İçindən belə özünün zinciri çıxır. Belə bir şey. Bunu da belə bağlayırsınız. Çox bəyəndim. Sadəcə bu hissəsi belə qutu kimi dayanmır tam. Bəlkə belə eləsək, bəlkə içinə nəsə dolduranda daha yaxşı görünər. Elə bu aşağıya doğru sallanır. Bu biraz daha belə qalsa daha çox xoşuma gələrdi sanki. Biraz siz necə izah etmək istəyirəm? Üç bucaq düşür. Mən bunu belə olsa daha çox bəyənərdim sanki. Bir dənə də kabro görürük. Belə qəşəng görünür ilk baxışdan gözümə. Belə bir şey, naxışları. Yəni bəlkə daha açıq rəng telefon olsa daha qəşəng görünər. Sadəcə mənim telefonum bütün göy rəngdədir və üstündəki naxışlar bilinmir.
Daha sonra bir dənə don görürsüz, görəcəyik daha doğrusu. Bel hissəsi, bu bel olmalı, səhv bilmirəmsə. Bel hissəsi biraz çox az dekoltədir, amma çox az. Yəni bu qədər sadəcə. Belə uzun dondur. Oradan sizə bu qəşəngliyi ötürə bilirəm ya yox bilmirəm, amma çox qəşəngdir. Parçası falan hər şey çox keyfiyyətlidir. Altından özünün astarı var. Bel hissəsində kiçik bir dekoltə olduğunu dedim, amma məncə bu kiçik bir dekoltə deyil. Yəni əməlli dekoltesi var. Bu ipi də belə boyun hissəsindən arxadan bağlaya bilərsiniz. Mən olduğu kimi buraxdım, bağlamadım. Yəni bunu toya, ad gününə və s. çox əla bir şəkildə geyinib gedə bilərsiniz. Çox da keyfiyyətli materialı və parçası var. Belə bir şey var. Bu yadıma düşdü nədir baxan kimi. Bu qarın, ayaq, qol santimetrlə ölçmək üçün bir aparatdır. Sadəcə daha asandır bunu ölçmək. Bunu tutdum, saxladım burada. Sonra bu düyməsi var bunun bir dənə. Bu düyməsini basıram. Özü yığdı. Yenə bir sürpriz paketimiz var. Nədir belə? Çox da sürpriz deyil. Sadəcə bunun adı Azərbaycanda nədir bilmirəm. Udilnitel? Yox, udilnitel deyil. Başlıq. Bir dənə də sürpriz kutu. Çox maraqlıdır. Görək içindən nə çıxacaq. Hazırsınız? Nədir? Bu. Ümid edirəm bunu Elvin artıq bəyənəcək. Nə qəşəngdir. Belə biraz böyükdür, amma şaptulka. Makyajlarda istifadə etmək üçün maraqlı deyirəm, bəlkə şorts üçün maraqlı makyajlar çəkərik. Onda istifadə etmək üçün qəşəng. Buna baxın bir dənə. Tatu, bildiyiniz göz makyajı, tatu deyəndə yəni. Düşünürəm ki, bunlarla çox maraqlı şorts videolar çəkmək olar. Yaşıl rəngdə toy donuydu deyəsən, bu səhv eləmirəmsə. Toy donu. Yaşıl rəngdə toy donu. Bu donun şəkildəki ilə necə bir əlaqəsi var? Yəni, məncə heç bir əlaqəsi yoxdur. Don ümumiyyətlə şəkildəki don deyil. Bilmirəm, onun üstündə Photoshop eləyiblər, yoxsa hardansa götürüblər. Ümumiyyətlə parçası çox keyfiyyətsizdir. Yəni, çox pis. Yəni, deməyə əlavə heç bir şeyə ehtiyac yoxdur. Çox pis. Bunu almırıq. Geçən dəfə bu seriya çox xoşlanmışdı deyə. Çox qəşəngdir amma. Çox qəşəng görünür. Bir dənə bunun sepinin gözəlliyinə baxın. İşıqsız baxın belə görünür. İşıqda da belə görünür. Daha açığı bir tək qaş üzük istəyərdim. Amma bu da qəşəngdir. Belə sadə üzükdür. Bu məncə keçən dəfə aldıqlarımdan da qat-qat gözəldir. Bir dənə üzükdür bunun içində cəmi. Amma əlavə kartoçkası, belə çox samballı qabı. Bir dənə üzüyü, mən bunu neçə almışam ki? Çox maraqlı gəldi mənə. Niyə belə göndərsinlər bir üzüyü? Belə kartoçkası çıxdı içindən. Çox maraqlı gəldi. Gəlin bunu tərcümə eləyək görək nə deyir bu bizdə. Good luck, all the best, everything goes smoothly. Hava, od, su, 4 element yazıblar. Torpaq, xoş şeylər, gözəl, uğur, pul, sağlamlıq. Çox qəşəng şeylər yazıblar. Bu üzüyün yəqin manifestidir o. Üzük də belə ayrıca qabda gəlir. Üzüyü baxın budur. Çiçək formasında çox qəşəngmiş. Fərqli bir üzükdür ümumiyyətlə. Təcili 5 ulduz yazıram bu üzüyə. Bu Elvin istəyi idi. Təbii ki, oğlanlar nə istəyə bilər? Usta alət edevatı. Bəli. Bu milyon cür başlıq. Belə mismar başlığı. Amma çox böyük deyil. Hamısı çox xırda-xırdadır və usta başlıqlar. Bu material qəşəngdir. Mavi, sadə, uzun don. Mən uzun don qadınıyım. Sən sevərsin, sevməzsin, fark etməz. Çox qəşəng dondur, yumuşaqdır, keyfiyyəti də, özü də, rəngi də, ruhu da, hər şeyi çox qəşəngdir. Məncə çox sözə ehtiyac yoxdur. Bir tık hündür olsaydım və ya hündür bir şey geyinsəydim daha yaxşı görünərdi deyə düşünürəm. Bunu mütləq alırsınız. Deməyə əlavə heç bir söz yoxdur. Bir dənə də çanta. Miau miau, balaca burun. Miau miau, quyruğu uzun. Wow. Dəhşət. Görün nə gözəl çantadır. Belə. Sən o tərəfə udalit ol. İçidəki yaşıl rəngdir. Nə maraqlı. Halal 5 ulduz. Temu yapıyorsun bu çanta işini həqiqətən. İçi belə. Bir dənə gözü var. Bir dənə də zamoklu gözü var. Elə dəhşət geniş deyil. Amma kaşlok, telefon, hətta bir pomada, bir əndik, bir güzgü hamısı yerləşər. Kəməri bu cürdür. Tam bir qış çantasıdır həqiqətən. Və gəlirik həm bu böyük bağlamanın, həm də videonun son məhsuluna. Çox şirin bir kabura görürəm.
Mən heyvan sevgim dəhşətdir və burada buna baxın, bir dənə balaca quzu. Ay Allah. Yəni biraz əyilib kabro. Mənim oradan görmürsüz, biraz əyilib. Amma telefona taxanda bir əyirliyi görünməyəcək deyə düşünürəm. Metal bir şeydir. Amma biraz ağırlaşdırdı telefonumu. Məncə ağırlaşdırdı. Hə, metal olduğu üçün yəqin. Bunun plasması olsa daha yaxşı olardı məncə. Və bugünkü bağlamalarımız bu qədər. Ümid edirəm video xoşunuza gəldi. Mən çox əylənərək çəkdim. Gəlirik ən əsas yerə. Kanala abunə olmağı, rəy yazmağı və bu videonu bəyənməyi unutmayın. Bu sizin üçün çox kiçik bir şeydir. Mənim üçün isə çox böyük motivasiya mənbəyidir. Növbəti bağlamalarda görüşərik. Hələlik.